Salam dəyərli izləyicilər. Atom fizikasına bağlı belə bir suala baxaq. 60 sutka ərzində aktivlik 8 dəfə azalan radioaktiv preparatın yarımçevrilmə periodunu hesablayın. Aktiv nüvələrin sayısını üsul yazaq. N bərabərdir N0 vurulsun 2 üstü mənfi kiçik t bölünsün böyük t. Buradan da N bölünsün N0 bərabərdir 2 üstü mənfi kiçik t bölünsün böyük t. Burada N bölü N0 məsələ şərtində 8 dəfə aktivlik azaldığını demişdi bizə. N bölü N0-ın yerinə məhz 8-də 1 olaraq yaza bilərik. Bu da bərabərdir 2 üstü mənfi kiçik t bölünsün böyük t. 8-də 1 2 üstü mənfi 3 deməkdir. Bu da bərabərdir 2 üstü mənfi sərf olunan zaman 60 sutka məsələ şərtinə vermişdi. 60 sutkanı buraya yazaq, bölünsün böyük t. Burada əsaslar eyni olduğuna görə qüvvətləri bərabərləşdirmə olar. Mənfi 3 bərabərdir mənfi 60 bölünsün t. Buradan da t bərabər olacaq 20. Demək, yarım parçalama periodu 20 sutkaya bərabərdir. Sağ olun, görüşənədək.